mədəniyyət dəyişəndə davranış dəyişir, davranış dəyişəndə mühit dəyişir, mühit dəyişəndə isə həyat geri qayıdır. AI gələcəyi sürətləndirirsə, mədəniyyət insanı o gələcəyə bağlayır. Çünki texnologiya bizi daha sürətli eləyə bilər, amma insanı təşkilata bağlayan sürət yox, təşkilata bağlayan korporativ mədəniyyətdir. Çünki əsas sual AI istifadə edirikmi? Deyil, əsas sual AI-dan istifadə etdikcə daha insani bir təşkilat qura bilirikmi, yoxsa yox və burada düşünürəm ki, biz HR-ların çox böyük bir rolu vardır. Yeni reallıqda HR-ın rolu yalnız prosesdə iştirak etmək deyil də, təşkilatda öyrənmə təhlükəsizliyi mühiti yaratmaqdır ki, insanlar bilmirəm deməkdən qorxmasınlar, çəkinməsinlər və problemləri gizlətməsinlər. Çünki biz hər birimiz bilirik ki, qorxu olan yerdə innovasiya olmur. İnnovasiyanın düşməni o qorxu hissidir. İnamsızlıq olan yerdə əməkdaşlıq olmur. İnsan özünü müdafiə etmək məcburiyyətində qalırsa, onun inkişafı da ləngiyir. Əgər biz texnologiya artırdıqca insan toxunuşunu azaldacaqsa, biz gələcəyi qurmayıb, sadəcə daha sürətli və daha soyuq bir sistem yaratmış olacağıq.